Orqanı nəzərdən keçirdiyimiz zaman onun içində ideal bir mühafizə sisteminin yerləşdiyini görürük. Onurğanı təşkil edən sümüklərin hər birinin arasına qığırdaq toxumasından ibarət disk yerləşdirilir. Həmin disklər avtomobil təkərlərindəki yükü azaldan amortizatorlar kimi fəaliyyət göstərir. Onurğanın quruluşu da onun üzərinə düşən yükü daşımasını asanlaşdıracaq şəkildə yaradılıb. H şəkilli xüsusi qıvrım forma yükün bərabər paylanmasını təmin edir. Hər bir addımınızda bədəninizin ağırlığına görə yerdən orqanizminizə doğru bir təzyiq gəlir. Bu təzyiq onurğanın malik olduğu amortizatorlar və güc paylayıcı qıvrım forma sayəsində orqanizmə zərər vermir. Əgər təzyiqi azaldan elastiklik və xüsusi quruluş olmasaydı, ortaya çıxan qüvvə birbaşa kəlləyə ötürülər və onurğanın yuxarı ucu kəllə sümüklərini parçalayaraq beynin içinə daxil olardı. Və bu insan üçün ölüm demək olardı.